Salam deyirəm hər birinizə, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Bu arada bayramınızı təbrik edirəm. Bəlkə də video çəkə bilmərəm deyə. Ona görə yenidən təbrik edeyim həftəlik açılımda. Qarşıdan gələn Novruz bayramınızı təbrik edirəm. İnşallah ürəyinizdə nə arzunuz varsa, haqqınızda xeyirlisidirsə, inşallah ki, sizin üçün həyata keçər. Belə, həftəlik açılımda 17 və 24 mart tarixində bizi nə gözləyir, nə yenilik olacaq? Həftəmiz monoton mu keçəcək? Buna baxaq, bunu görək. 3 variant olacaq hər zaman olduğu kimi. Videom sırf izləyicilərimə aiddir. Kənar şəxslər izləməsin. Tez-tez deyirəm, hər videomda deyirəm. Nəyə görə? Çünki ola bilsin ki, yeni bir izləyici qatılar, yeni bir insan qatılar, videomu izləyər. Mən sizə heç bir halda enerji ötürmürəm, əgər abunəçim deyilsizsə. Və videomun altından başqa rəqəmlər çox xahiş edirəm yazmayın. 3-7-3 enerjisi ilə uyumlanırsınızsa, buyurun izləyin. Baxaq görək həftəmiz necə olacaq, necə keçəcək. Hansı dəstədə daha çox uyumlanırsınızsa, hansı dəstədə daha çox özünüzü tapırsınızsa, onu da seçin. Birinci, ikinci və üçüncü variant. Kim üçün vaxt azdırsa videonu saxlaya da bilərsiniz. Amma mən dəstəni düzdüyüm halda siz hiss eləməlisiniz ki, hansı variantı seçməlisiniz. Birinci variantı seçənlərlə başlayırıq. Görək, həftəmiz necə olacaq, necə keçəcək. Xeyirlisi ilə. Belə deyim, hanımlar və beylər. Elə bir sizə yol düşür, harası gedəcəksiniz. Amma o yoldan qayıdandan sonra siz bir depressiyaya düşəcəksiniz. Yəni, belə görünür. Harasa bir yol, həmin o yoldan qayıdandan sonra biraz depressiyaya düşməyiniz görünür. Bunu ümumi olaraq dedim sizə. Ümumilikdə sevdiyiniz insanla bəlkə də aranızda problemlər var. Amma nə qədər problem olsa da kartımız göstərir ki, bəli, siz bir-birinizdən qopmursunuz. Nə qədər söz-söhbət, dava-dalaş, bir-birinizə anlamasanız belə toksik bir münasibətiniz olduğunu görürəm və bu insan sizi çox üzür. Bu insanla da arası yol gedə bilərsiniz. Yəni, hansısa bir qısa müddətli, bir neçə saatlıq hansısa bir yol çıxa bilərsiniz. Yəni, ümumilikdə belə görünür sevdiyiniz insanla bağlı. İşlə bağlı xəbər gözləyənlər varsa, müvəqqəti olaraq sizə bir xəbər, bir cavab gələcək. Ondan sonra sakitlik olacaq. Yəni, nə çıxdı onu da dedim. Yəni, burada sevirəm, yalan danışım. Müvəqqəti olaraq bir xəbər çıxacaq. Tutaq ki, işə dəvət olunacaqsınız. Ondan sonra deyəcəklər ki, biraz gözləyin. Belə. Amma ümumilikdə depressiv bir vəziyyətdə görürəm sizi. Qətiyyən olmursunuz. Qətiyyən. Bunu nəyə görə baxırıq? Həftəlik açılımda. Yəni, kart bizə anlıq olaraq bəzi şeylər göstərir. Yəni, kart bizim ömür boyu həyatımıza heç vaxt göstərə bilməz. Anlıq olaraq göstərir və düşüncələr insanda dəyişə bilər. Mən sizə deyirəm ki, belə bir hal yaşanacaq, belə bir hal baş verəcək. Siz çalışın ki, bu hal sizdə baş verməsin, yaranmasın. Yəni, tutaq ki, videomu izlədiniz, bildiniz ki, belə bir şeylər baş verəcəksə, birinci variant seçmişsiniz. Çalışın ki, bunlar olmasın. Yəni, mən sizə öncədən xəbərdarlıq edirəm ki, belə bir hallara düşə bilərsiniz. Siz çalışın, bunu dəyişin və bu hallara düşməyin. Sadəcə mən demirəm ki, bu mütləq formada olacaq. Sadəcə olaraq sizə belə bir şeylər görünür. Çalışın ki, özünüzü depressiv bir vəziyyətə salmayın. Aydın oldu yəqin ki, birinci variantı seçənlər. Yəni, nə qədər bayram abı havası olsa belə, siz onu hiss eləmirsiniz sanki. Sanki bir depressiv bir vəziyyətdə, siz işlə bağlı da ola bilər, sevdiyiniz insanla bağlı ola bilər. Qətiyyən belə bir vəziyyətə düşməyin. Zaten müvəqqəti bir durumda, amma yenə də sizi bir, yəni ya ağlayırsınız, ya nə bilim depressiv bir vəziyyətdəsiniz, ya nə bilim çox üzülürsünüz. Belə bir vəziyyətdə gördünüz. Belə, keçirik ikinci variantı seçənlər. Baxaq görək sizi nə gözləyir, nə olacaq. Çox sevdiyiniz bir insan var. Sanki o da sizi sevir, amma sizin aranızda bir əngəllər var. Bəzilərinizdə əngəllər var. Bəzilərinizdə isə bu insan xəyanət edir və bu insanın əlini qolunu bağlayan bəzi durumlar var. Xəyanət eləmək bu heç, bu keçək. Yəni, üçüncü bir şəxs var, sanki siz də bunu bilirsiniz. Ya bu insan ailəlidir, ya keçmişlə bağlı ürəyində kimsə var ki, onu unuda bilmir. Amma bəzilərinizdə isə aranızda sevgi olduğunu görürəm. Hər şey okeydir, yaxşıdır, amma bu insanın əlini qolunu bağlayan bəzi durumlar var. Bəlkə də siz bu insana, necə deyim,
Nəsə elə bir söz demişsiniz ki, bu insanın əlini qolunu bağlayırsınız ki, sizə bayram günü və yaxud da ki, bayramla bağlı, bayram həftəsində addım ata bilmir. Belə bir şey də ola bilər, amma çox istəyir əslində. Çünki göstərir ki, sevgi var. Siz də onu sevirsiniz, o da sizə qarşı duyğuları var. İşlə bağlı bəzilərinizin işlədiyini görürəm. Uğurlarınız da var. Sadəcə olaraq bir insanın ürəyini sına bilər. Bir insanla aranızda problem yaşaya bilərsiniz. Qadın ola bilər, kişi ola bilər, fərqi yoxdur. Sanki gözləmədiyiniz bir hərəkət, gözləmədiyiniz bir söz eşidə bilərsiniz o insandan. Ürəyiniz sına bilər, ürəyiniz qırıla bilər. Bu ümumi bir məlumatdır. İş təklifi gözləyənlərimiz varsa, İş təklifi gələcək sizə, uğurlu da çıxır, yaxşıdır. Amma elə bir sizin o işə getməyinizi istəməyən bəzi insanlar çıxa bilər. Sizi məyusluğa uğrada bilər. Yəni getmə, daha yaxşı olmaz sənin üçün. Yəni neyinirsən, gedirsən, işləyirsən, onsuz da sən uğurlu tapa bilməyəcəksən kimi sözlər də işlədə bilərlər. Qətiyyən qulaq asmırsınız çünki uğurludur. Belə. İkinci variant da belə getdi. Baxaq görək üçüncü variantı seçənlər sizi nə gözləyir, nə olacaq? Zəhmət olmasa 1 və 2-ni seçənlər videonu bəyənin və keçin. Görək. Üçüncü variantı seçən insanlar, izləyicilərim, dəyərlilərim sizi nə gözləyir, nə olacaq? Şükür Allaha ki, bu daha qəşəng və ürəyim istəyən formada çıxdı. Sizi görüş gözləyir. Görüşəcəksiniz. Bir insandan mesaj gözləyirsinizsə, təklif gözləyirsinizsə, zəng gözləyirsinizsə, hər bir şey olacaq. Çox gözəl, hətta istəyirsiniz, çəkə də bilərsiniz. Çəkin olana qədər çəkin saxlayın. Olacaq da zaten. Yəni, qarşı insan kimdirsə, sevdiyiniz insan varsa, həyatınızda bir insan varsa və onun sizi sevdiyinizdən əmin deyilsinizsə, bilin ki, o insan sizi çox sevir və siz onun üçün çox dəyərli bir insansınız. Sizlə görüşmək istəyir, sizə yazmaq istəyir, daim sizinlə əlaqədə olmaq istəyir, yəni daim sizinlə xəbərləşmək istəyir, yəni elə bir sizsiz qala bilmir. Belə bir durum, belə bir vəziyyət. Bir yerdə deyilsinizsə belə, adamın düşüncələri ancaq sizlə bağlıdır. Zəng eləmək, nə bilim, gizli izləmək, hardansa sizi görür elə bir, nə bilim, kimdənsə soruşur, nəsə belə bir vəziyyətlər var. Əgər bir yerdə deyilsinizsə, siz o insanın daim ağlındasınız, bunu biləsiniz. İşdən təklif gözləyənlər varsa, sizə köməklik vasitəsi ilə xəbər gələcək. Məktub gözləyənlərimiz varsa, məhkəmə ilə bağlı nəsə bir xəbər gözləyənlərimiz varsa, məhkəmə sizin üçün sizin xeyrinizə olacaq, amma yenə deyirəm, ortada kiminsə köməyi var elə bir. Kimsə kömək eləməlidir ki, siz bunu keçəsiniz. Amma ümumilikdə üçüncü variantı daha çox bəyəndim. Üçüncü variantı seçənlər sizi təbrik edirəm. Həftəniz çox gözəl və uğurlu keçəcək. Sanki bayram abu havasında olacaqsınız. Sevdiyiniz insan yanınızda olacaq. Olmasa belə ikili zaman dilimində və yaxud da ki 8-li zaman dilimində ola bilsin ki, izləyənlər çox olduğu üçün ona görə mən 2 vaxtı deyəcəm. İkili və 8-li zaman dilimində. Yəni bu ola bilər ki, həftənin ikinci günü olsun, 8 saat sonra olsun, 8 gün olmaz. Amma tez bir zamanda bu insanla sizə addım və görüş gələcək. Yəni təklif eləyəcək ki, mən səni görmək istəyirəm, görüşmək istəyirəm. Əgər vəziyyətiniz başqa cür ola bilər, uzaq məsafə yaşayırsınızsa, nə bilim, danışmırsınızsa, aranızda böyük bir əngəllər varsa, yenə də bu insan sizi izləyir. Mütləq formada izləyir və sizə yazmaq istəyir, sizinlə əlaqə saxlamaq istəyir. Saxlaya bilmirsə belə, yəni izləyir də sizi hardansa, kimdənsə soruşur. İş təklifi gözləyənlər zaten çox baxımlı, çox özünə fikir verən bir insansınız. Özünüzə hörmət edən bir insansınız. Ona görə də həftəmiz də okeydir, rahat. Yəni bayram abu havasında bir dənə sizi gördüm mən. Belə. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərimsiniz. Hər zaman var olasınız. Videonu izləməyi, daha doğrusu videonu bəyənməyi unutmayın. Kommentariyalarda özünüzü göstərin. Öpürəm sizi çoxlu-çoxlu.